Salamlar əziz dinləyicilər və izləyicilər. Bugün ilk buraxılış olan Mən Hazıram layihəmin ilk qonağını təqdim etmək istəyirəm sizə. Gentle Hands, Nəcib Əllər, Uşaqlara Dəstək İctimai Birliyinin təsisçisi və sədri, səmimi ruhum, zərif və incə Həlimə xanımdır. Həlimə xanım, xoş gəlmisiniz. Xoş gördük. Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Təşəkkürlər. Layihəmə uyğun olaraq da mən hazıram sualları verməyə. Siz cavab verməyə hazırsınız? Hazıram. O zaman başlayaq. Bizə Gentle Hands haqqında məlumat verərdiniz. Gentle Hands Nəcib Əllər Uşaqlara Dəstək İctimai Birliyi fəaliyyətimizi onkologiya və hematologiya şöbəsində müalicə alan uşaqlara mental və psixoloji dəstək ilə başladıq. Mental dəstəyə oyun terapiyası, rəsm terapiyası, kreativ, animasiya, nağıl terapiyası və keçirdiyimiz tədbirlər aiddir. Psixoloji dəstəyi isə biz Psychological Wellness Clinic-la fəaliyyətimiz çərçivəsində edirik və bu 3 sahəyə ayrılır. 3 sahədə fəaliyyət göstəririk. Uşaqlara mental dəstək, buna onlar üçün xüsusi hazırlanmış nağıldan ibarət kukla teatrı, oyun terapiyası, palatalarda stasionar uşaqlara psixoloji dəstək oyun şəklində, valideynlər üçün psixoart master-klasslar və neyroqrafika seanslar təşkil edirik və həkimləri də yaddan çıxarmaq olmaz. Həkimlər üçün isə biz seminarlar təşkil edirik. Önümüzdə indi 8 həftəlik bir mindfulness seminarımız var. Onu da həyata keçirəcəyik. Hər bir insanın həyatında bir an olur ki, o an hər şey dəyişir. Sizdə mərhəmət hərəkəti nə zaman keçdi? Bir hadisə, bir baxış, yoxsa bir səssizlik anı mı idi o? Yəqin ki, səssizlik anı idi. Mən qızımla Almaniyada onkologiya şöbəsində müalicə alarkən qızım bir də baxdım ki, mən orada olan insanlara kömək etməyə başlayıram. Yəni bu cüzi bir kömək ola bilər, hər hansı bir dəstək ola bilər. Və özümə sual verdim ki, yəni sən Almaniyada uşaqla tək, 2 yaşında bir uşaqla, körpə uşaqla təksən, niyə bunu edirsən? Siz qısa olaraq bu hekayəni bölüşə bilərsiniz birinizdən? Bu ümumiyyətlə Gentle Hands hekayəsi və bu hekayə nədən başlanğıc oldu? Bu hekayə mənim qızım 2 yaşında olarkən ona xərçəng diaqnozu qoyuldu, lökemiya və biz onu Almaniyaya köçdük müvəqqəti olaraq və onu Almaniyada müalicə etməyə başladıq. Müalicə müvəffəqiyyətlə, uğurla tamamlandı və geri döndüyümüzdə o zaman Moskvada yaşayırdıq. Moskvada xərçəngdən əziyyət çəkən uşaqlar üçün bir fond yaratmağı çox istədim. Amma elə oldu ki, baş qarışdı, yeni şəxsi biznes açdım və bu missiya unuduldu. Ondan sonra Bakıya köçdük, o biznesi Bakıda davam elətdirdim, o biznes də uşaqlarla bağlı idi. Bu missiya unuduldu, amma 13 il sonra mən yenidən o dondurulmuş bir missiyanı həyata keçirdim. Çox gözəl. Gentle Hands sanki yumuşaq bir toxunuş kimi səslənir, amma arxasında böyük bir güc hiss olunur. Sizcə, mərhəmət bəzən gücdən daha güclü ola bilərmi? Məncə, mərhəmətli olmaq elə ən böyük gücdür. Əgər Gentle Hands bir insan olsaydı, onun xarakteri, ruhunu necə təsvir edərdiniz? Gentle Hands'ı biz simurq quşu olaraq təsvir edirik və bu simvolikdir. Mənə elə gəlir ki, o terapiyanı keçən bütün uşaqlar öz küllərindən yaranır, sıfırdan yaradırlar özlərini. O quş azadlıq quşu bildirilir, yoxsa necə? Öz küllərindən yaranan, yenidən yaranan bir quşdur. Miflərə baxanda, əfsanələrə baxanda və mən o quşu uşaqlara bənzədirəm. Ümumiyyətlə bu xəstəliyi keçən insanlara bənzədirəm. Hər kəsin içində bir işıq var.
Amma o işıq bəzən yalnız başqasına kömək edəndə yanır. Sizin işığınızı ilk dəfə nə vaxt hiss etdiniz? Mən ümumiyyətlə məndə o işıq tək başqalarına kömək edəndə yanmır. O işıq ümumiyyətlə daim var və mən onu hiss edirəm. Mən yeni bir şey öyrənəndə, oxuyanda o işığı hiss edirəm və əlbəttə ki, bu mərhəmət hissi, bu insanlara, canlılara kömək bu uşaqlıqdan gələn bir şeydir. Yəni valideynlərindən gördüyüm bir şeydir. Sualım da ortaya gəldi. Siz başqalarına dayaqsınız. Bəs sizə kim dayaqdır? Yəni ruhən, motivasiya baxımından kim sizin enerjinizi bərpa edir? Yəni bu sual. Əslində mən düşünürəm ki, hər birimizin arxasında bizi yıxılmağa qoymayan bir görünməz bir əl var. Yəni mən bunu həyatımın bütün mərhələlərində hiss etmişəm ki, o görünməz əl mən irəli getdiyim zaman mənə dayaqdır, yıxıla bildiyim zaman da o məni qoymur yıxılmağa. Bu əldən də savayı bu bir xarakterdir, mənə elə gəlir. Yəni siz bu kədərli bir hadisənin keçmisiniz, yəni doğma övladınızın bu hissləri, bu xəstəliyin içində və mənə elə gəlir ki, siz daha da güclü olmusunuz. Ola bilər ki, güclü olduğumu hiss etmişəm. Yəni başa düşmüşəm ki, bəli, mən güclüyəm. Bəzən yaxşılıq etmək cəsarət tələb edir. Bəzən isə ağrı. Elə olub ki, bəlkə çox pis hiss etdim deyəsiniz, amma yenə də geri dönmədiniz. Ümumiyyətlə bu sosial məsuliyyət zamanı tükənməmək lazımdır. Çalışmalıyıq ki, hər şeyi balansda saxlayaq və çox pis hiss etdirməsin bu bizi. Çünki bu bir nöqtəyə qədər ola bilər. Ondan sonra biz artıq bununla məşğul olmaya bilərik. Ona görə mən çalışıram ki, hər şeyi balansda saxlayım. Düzdür, bəzi anlar olur ki, çox kədərlənirsən, dözülməz olur bu, amma dediyim kimi tükənməmək lazımdır burada. Və səbir. Mənə elə gəlir, çox səbirlisiniz. Hansı dəyərlər General Hans təməlini qoydu? Mənim üçün bir fərd olaraq dəyərlər çox vacibdir və hər zaman dəyərlərimə yaxın olan insanlarla çalışmışam, ünsiyyət qurum. Bizim General Hans olaraq ilkin dəyərimiz şəffaflıqdır. Hər şey şəffafdır. Bəlkə də elə ona görə də biz yeni yaranmış bir təşəbbüs olaraq bu qədər tərəfdaş bizə müraciət edir, bizə güvənirlər. Şəffaflıq, qərəzsizlik bu mənim üçün mütləqdir. Çünki mənim üçün uşaq uşaqdır. Fərqi yoxdur. Doğrudur. Sevgi və qayğı, empatiya, bunlar hamısı bizim dəyərlərimizdir. Yardım etdiyiniz birinin gözlərində hansı duyğunu görəndə dediniz ki, bəli, bu yoldayam? Mən çalışıram yardım etdiyim birinin gözlərinə baxmayım. Niyə? Çünki yəni bu çox ağırdır. Yəni mən o dərəcədə çox həssasam. Bu ağır və həssaslıq olduğunuz dövrdə bu addımını atmağa necə bir cəsarət elədiniz? Yəni necə bir ruhlandınız? Nə səbəbə ruhlandınız? Yəni əslində bilirsiniz necə mən bu sahədə çox kitablar oxumuşam və bütün kitablarda onu oxuyuram ki, biz birinə kömək etdiyimiz zaman, yardım etdiyimiz zaman əslində özümüzə yardım edirik. Yəni bəzi insanlar deyir ki, yaxşılıq eləyin, o mütləq sizə geri dönəcək. Mən düşünürəm ki, yaxşılıq etdiyimiz anda biz artıq o yaxşılığın 10 qatını qazanırıq. Çünki bizim aldığımız enerji bizim o yaxşılığa verdiyimiz enerjidən qat-qat çoxdur. Bəzən bir toxunuş bir ömrü dəyişir. Yardım etdiyiniz insanlar arasında sizi ən çox təsirləndirən nədir? Yəni bu hekayə varmı? Hekayəni paylaşa bilərsinizmi? Mən Ümidin hekayəsini danışa bilərəm. Ümidlə biz Bonadea hospitalına səfərimiz zamanı
tanış olduq. Necə tanış olduq? Biz onun hədiyyəsini təqdim etdik özünə. Amma uşaq bizimlə danışmadı. Rəsm terapiyasına cəlb etdik, boyama etdi, amma danışmadı bizimlə. Nə uşaq, nə valideyni bizimlə kontakt qurmadı, kommunikasiya qurmadı həmin günü. Və tədbirin sonunda biz artıq yorğun, amma çox xoşbəxt klinikanı tərk edirdik ki, həkimlərdən biri Pərvin xanım yaxınlaşdı bizə dedi ki, siz bu gil boyaları, gil fiqurları alırsınız hardansa. Olar ki, siz bizim valideynindən alasınız bunu. Çünki bu valideyn uşağın müalicəsini qarşılamaq üçün o gil fiqurları düzəldib satır. Bu sonra nömrəsini verdi bizə valideynin və bu məlumat mənim beynimdə bir sual olaraq qaldı ki, yəni bu necə mümkündür? Bu bahalı terapiyanı gil fiqurlarla düzəldib satmaq. Mənim də çevrəmdə yaxınlarım, dostlarım çox insan var ki, hansı ki deyirlər ki, siz o uşaqların içindəsiz, siz bilirsiniz. Yəni bu indiki dövrdə şəffaflıq biraz yəni çox vacibdir də. Ona görə deyirdilər ki, həmişə mənə deyirdilər ki, orada ümumiyyətlə maddi dəstəyə ehtiyacı olan uşaq var. Mən də gözümlə görmədiyim, yəni həkimlə diaqnozunu müzakirə etmədiyim uşağı heç kəsə deyə bilmərəm ki, bəli, maddi dəstəyə ehtiyac var. Ümidin maddi dəstəyə ehtiyacı var idi. Təcili olaraq sümük iliyi nəqli olmalı idi. İmmun çatışmamazlığı və mielodisplastik sindromdan illərdir əziyyət çəkən 7 yaşlı bir oğlan uşağı idi və elə oldu ki, yəni çox təsadüfən tərəfdaşlar müraciət etdi bizə və təsadüfi olaraq da biz Ümidə tərəfdaşlarımız vasitəsilə onun bütün sümük iliyi nəqli transplantasiyası üçün lazım olan məbləği tapdıq. Çox gözəl hekayədir. Əslində həqiqətən də danışdığınız zaman insanın gözləri dolur. Təşəkkür edirəm əlbəttə ki, sizə. Və onu qeyd edeyim ki, hal-hazırda Ümid Türkiyənin bir universitet hospitalındadır. Sümük iliyi nəqli artıq başa çatıb. Uğurla. Yəni onu uğurla keçib, amma indi artıq bir gözləmə mərhələsi var ki, onun o recovery, onun o yenidən bərpa olunma mərhələsi var ki, o mərhələdədir. Çox gözəl. Buradan salamlayırıq Ümidi və tezliklə Bakıya dönməsini inşallah gözləyirik sənin Ümid. Təşəkkür edirəm. Əlbəttə ki, çox böyük mən baxın siz o getdiyiniz yer var ki, hansı ki yardım edirsiniz də. Bu hadisələri gördükdə sonradan evə qayıdanda kədərlənmək və yaxud da həmin anda orada olduğunuz zaman kövrəlmək, kədərlənmək, ağlamaq və yaxud da bu hisslər olurmu sizdə? Əslində ilk tədbirdə bu hisslərlə, elə ilk anda bu hisslərlə özüm qarşılaşdım. Halbuki mən çox güclü insan olduğumu düşünürəm. Yəni həqiqətən də çox böyük bir mübarizə apardınız. Yəni bu sizin övladınızın üzərində bildirmədiniz və güc topladınız və qalib gəldiniz. Çox şükür. Çox şükür. Və ümumiyyətlə bunu bildirməməyə, amma deyim sizə ki, mən General Hands komandasında nə mən, nə də başqa bir insan komanda üzvü biz yəni kədərlənmək söhbəti ola bilməz. Heç bir, yəni o həmin yerdə olduğumuz zaman, uşaqlarla birlikdə olduğumuz zaman bizim ixtiyarımız yoxdur. Nə kədərlənməyə, nə ağlamağa, nə emosiyalarımızı göstərməyə və biz maksimal dərəcədə orada soyuqqanlı olmalıyıq. Amma onu da qeyd edib ki, biz uşaqların yanında olanda, onlarla ünsiyyətdə olanda onların xəstə olduğunu unuduruq. Düzdür, bizim daxili qaydalarımız var. General Hands-in, yəni klinikaya kim gedirsə, oranın qaydalarını bilməlidir, öz qaydalarımız var. Və üzr istəyirəm, yəni sosial şəbəkələrdə sizin səhifənizi də izləyəndə General Hands səhifəsində orada hiss olunur ki, həqiqətən uşaqlar da unudur. Yəni sizi görəndə, sizin komandanızı görəndə bir anlıq həmin o xəstəliyə düçar olduqlarını unudurlar.
Elə məqsədimiz də odur ki, onlar unutsunlar. Onlar nəinki unudurlar, həm xoş vaxt keçirdirlər, həm də bizi gözləyirlər. Bunu biz dediyim kimi universitet layihəsi olaraq başladıq, amma mən davam etdirməyə çox istəyirdim. Amma tələb də çox önəmlidir. Sonra gördük ki, o qədər dostlaşdıq ki, onlarla elə birinci tədbirdən sonra. Onlar bizi yenə də istəyirdilər, gəlməyimizi istəyirdilər və General Hands komandası da gördüm ki, uşaqları görməyə can atır. Yəni bugünkü gündə də mən gecə saat 3-də desəm ki, bizdə bir dünyanın o biri başında bir tədbir var uşaqlarla, onlar hamısı gələcək. General Hands bir komanda işidir. Bu yolda sizin yanınızda kimlər dayanıb? Mənim yanımda çox mükəmməl bir General Hands komandası dayanıb ki, onların hər birini buradan salamlayıram. Onlara Biz də çox salam. minnətdaram yanımda olduqlarına görə. Çox yüksək dəyərləri olan insanlardır və bu işi sevərək edirlər və əsas da odur ki, özləri üçün edirlər bunu. Yəni oradan o qədər zövq alırlar ki. Çox gözəl. Təmənnasız və Bəli. buna görə də ayrıca təşəkkürlər həqiqətən də bu ürəyə sahib olmaq hər insanlara qismət olmur. Elə bir an olubmu ki, siz də komandanıza baxışınızda və dediniz ki, biz bunu bacardıq. Biz bunu elə ilk tədbirdən sonra dedik, bizim bir sloqanımız var idi adada. We believed, we achieved. İlk tədbirdə dedik ki, biz buna inandıq və biz bunu bacardıq. Və bugünkü gündə elə o bizim yəni hər dəfəsində bunu deməyə imkan verir. Bir sualda, əgər keçmişdəki Halimə xanım, indiki Halimə xanımla üz-üzə gəlsəydim, biri o birinə nə deyərdim? Otağımda 3 yaşımda olarkən çəkilən bir şəklim var. Və həyatımın ən çətin anlarında mən o şəklə baxıb yalnız 2 cümlə demişəm. Hər şey keçicidir və hər şey yaxşı olacaq. Sizcə insanların əllərini həmişə nəcib qalması üçün nə etməlidir? Mən düşünürəm ki, hər bir insanın daxilində Tanrının bir parçası var. Və mənə elə gəlir ki, bu bizim qəlbimizdə yerləşir və mən buna vicdan deyirəm. Bəzən vicdana qulaq asmadıqda o başlayır sızlamağa, o bizi narahat edir. Və mənə elə gəlir ki, belə bir vicdanla xoşbəxt olmaq mümkün deyil. Amma vicdan təmiz olanda, vicdanla eyni yolu getdiyimiz zaman biz özümüzü tam xoşbəxt hesab edə bilərik. Və mənə elə gəlir ki, vicdanımız təmiz olanda əllərimiz də təmiz olur, nəcib olur. Çox gözəl. Sosial layihələrdə iştirak etmək istəyən gənclərə və qadınlara nə tövsiyə edərdiniz? Onu tövsiyə edərdim ki, buna əlçatmaz bir şey kimi baxmasınlar. Ümumiyyətlə, həyatda nə etmək istəyirlərsə, onu çox kiçik addımlarla etməyə başlasınlar və davamı gələcək. Baxın, bu yolda necə deyərlər, valideynlərinizə və bütün insanlarınıza, yanınızda olan insanlarınıza mesaj olaraq baxın, nə deyə bilərsiniz bu ekran qarşısında? Valideynlərə demək istəyərdim ki, qorxmasınlar. Çünki insan bəzən qorxularını özünə çəkə bilir. Hər şey keçicidir həyatda. Bu da keçəcək. Və möcüzələrə inansınlar. Və həyatda mümkün olmayan heç nə yoxdur. Allah istədiyi bəndəsini yerin dibində belə olsa onu çıxardacaq və sağaldacaq. Sizin bir sosial şəbəkədə çarxınız var. Orada çox gözəl siz son sətirdə, cümlənizdə istifadə etmisiniz ki, hər bir
hədiyyə, hər bir ağrının arxasıca bir hədiyyə var. O necə cümlə idi sizdən? Çox gözəl cümlə idi. Hər bir faciə gələndə əlində hədiyyə ilə gəlir. Çox gözəl bir cümlədir. Əslində həqiqətən də əgər biz bu cümləyə bir toxunsaq və yaxud da diqqətlə dinləsək, mən bu cümləni demək olar bir 10 dəfə dinlədim və keçmiş hadisələri, keçmişləri gözümün önündə gəldi və dedim ki, həqiqətən də çox gözəl bir cümlədir və adama stimul verən bir cümlədir. Təşəkkür edirik sizə. Və bir sualım olacaq. Gələcəyə baxanda General Hands harada görürsünüz? Yəni uşaqlar, valideynlər, bəlkə də yeni ölkələr, nə yeniliklər gözlənilir? Ümumiyyətlə deyim ki, bu dəqiqə Azərbaycan öz çiçəklənmə dövrünü yaşayır və biz bunu hər bir sektorda görə bilərik ki, necə böyük sürətlə irəliləyirik. Mən General Hands-ı Azərbaycanda görürəm. Mən bunu ümumiyyətlə başqa ölkələrdə yaşamışam həyatım boyu və nə isə etdiyim hər şeyi Azərbaycanda etmək istəmişəm. Yəni hər şey. Ona görə Azərbaycanda çox gözəl işlər görməyi özümüzə rəhbər tutmuşuq. Yəni çox gözəl işlər görəcəyik, əminəm. Nə olacaq bilmirəm, amma çox yaxşı şeylər olacaq. Sözsüz ki, yaxşı olmalıdır. Çünki bunun içində, əgər bu işin içində siz varsınızsa, sizin ruhunuz, sizin əliniz, sizin zərifliyiniz bu işdə varsa, mən elə gəlir hər şey mükəmməl olacaq. Sizə xüsusi təşəkkür edirəm. Sizin komandanıza xüsusi təşəkkür edirəm. Təşəkkür edirəm ki, belə bir insanlar var və yardım etməyə çalışırlar və güc toplayıb həmin insanların yanında olurlar. Çünki bu çox bir ağır bir hekayələrdir. Hər bir ailəsində bu əziyyəti çəkən hər bir ailədə bu çox, yəni siz bu yolu keçdiyiniz üçün və bu hər şeyi bunun içində olduğunuz üçün, bildiyiniz üçün də yardım etməyinizə görə də təşəkkür edirəm və onların yanında olduğunuz üçün təşəkkür edirəm. Nə xoş ki, bizim həqiqətən də Azərbaycanda sizin kimi bir insanlar var. Çox sağ olun. Təşəkkür edirəm gəldiyiniz üçün. Minnətdaram. Yolunuz açıq olsun və işıqlı olsun. Sağ olun. Mən təşəkkür edirəm və sizə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Bugünlük bu qədər. Gələn podkastlarda görüşənədək. Sağ olun.